Girdin ki, hamımız 50 kvadratlıq evlərdə böyümüşdük, 45 kvadrat. İndi maşallah kvadratlar böyüyüb, biz yenə də bəyənə bilmirik. Xoş gördük hər kəsi. Bəlkə səhv deyirəmsə, bizim bir kameramızla sporumuz var idi. Səhv deyirəmsə, siz də təsdiqləyərsiniz. Düz demirəm bəlkə mən. Sizlər üçün 4 dənə ev tapmışam. Birinci başlayırıq 295 min manatlıq evdən. Xoş gəlmisiniz. Gördüyünüz bu ev 3 sotda yerləşir. Gəl gedək 150 kvadratlıq evimizi göstərək. Burada hovuzu var, burada yaşıllığı var. Bax, belə pilləkənlə qalxdınız. Burada qış besetkası. Mangal da var yanında. Kebabınızı çəkib nuş eləyə bilərsiniz. Ən sevdiyim yer orada mən. Gəl. Burada da bax. Mətbəxi. Mətbəxi biraz istərsiniz artıra bilərsiniz. Burada zalı. Bu arada bu evlərin heç birinin gözəlliyinə allanmayın. Mənə belə inanmayın. Evlər bizi mütləq və mütləq yoxlatdırıb alın. Burada ümumi sanitar qoşağı. Ev alanda təməlinin, kəmərinin, betonların, evin ümumiyyətlə tikintisinin şəkillərini tələb eləyin. Sonra mənə, hamınız çox sağ ol deyəsiniz, valla. Peşman olmarsınız, burada da bir yataq otağı. Qəşəng rəngləri var, xoşuma gəldi bu ev. Sizin də xoşunuza gəldisə, orada like eləməyi unutmayın. Özümüzdən müğayət olun. Qiyməti 295 min manat, 150 kvadrat, 3 sot. Mərdəkanda daimi yaşaya biləcəyiniz bir yer. Teymur Quliyev sanatoriyasının yaxınlığında yerləşir bu ev. Ruzunuz bol, canınız sağ olsun. Özünüzə yaxşı baxın, hələlik.